Əziz dostlar, Rəbbin adına görə hələ mən görmədim. Heç kəs peşman olmayıb və heç kəs utanmayıb. Kalam da belə deyirdir ki, mənim adıma görə heç kəsi utandırmaram. Rəbbə alqış və izzətlər olsun. Mən bir dənə atamızın gözəlliyindən özüm bir ilahi yazmışdım. Onu sakitcə oxuyacağım. Sonra yenə də internetə, yəni musiqiyə üz tutarıq Rəbbin adı ilə. Bizim atamız kimdir? Bizim atamız necədir? Bizim atamız bizi nə qədər sevir? Bizim atamız bizə nələr verdi, əziz dostlar? Gəlin bir yerdə, yəni çoxdur, saymaqla qutarmaz, amma mən bir 3 küplətlə tam, yəni Rəbbin gözəlliklərindən istəyərdik. Bir yerdə oxuyaq Rəbbin adı ilə. Həzin, sakit və gözəl bir ilahidir. Mənim atam yaradandır, mənim atam sahibkardır, mənim atam dünyanın memarı, mənim atam var olandır. Yaradanına gel dostum, yaradanına gel dostum, yaradanına gel dostum, o seni yarattı. Mənim atam lütkardır, mənim atam bağışlayandır, mənim atam mərhəmətlidir, mənim atam səbirlidir. Lütfüne gel dostum, lütfüne gel dostum, lütfüne gel dostum, o seni bağışladı. Mənim atam sevendir, mənim atam qucaqlayandır, mənim atam İsa Məsihdir, onun adı sevgidir. Sevgisine gel dostum, sevgisine gel dostum, sevgisine gel dostum, o seni çok sevir. Haleluya, haleluya, onun sevgisine, onun ışığına, onun nuruna toplaşar əziz dostlar. Kimin evində, ailəsində hələ xilası dadmayan, Rəbbin sevgisini dadmayan kimlər varsa, onlara üzümüzü tuturuq. Rəbbin sevgisinə gəl dostum, Rəbbin sevgisinə gəl ey insan oğlu. Rəbb səni çox sevir, çox sevir. İsa Məsihin adı ilə. Amin, amin, amin. Əziz dostlar, hər kəs, imanlı hər kəs istəyir ki, onun ailəsi, bütün ailəsi, yəni o qədər Rəbbin sevgisini dadırıq ki, o qədər səbirsizlənirik ki, bütün ailəmizin xilasa gəlməməyinə, möcüzənə baxırıq ki, niyə gəlmirlər, niyə İsa'nın sevgisini dada bilmirlər, niyə belə olur? Yəni, çox məyus oluruq, çox qəmgin oluruq. Mənim də ailəmdə var, yəni, hər birimizin ailəsində belə insanlar var. Və gəlin bir yerdə iqrar edək, mən və mənim ailəm necə Rəbbin hizmətində duracaq. Bunu kim demişdi? Azərbaycanlı Yeşu demişdi. İsus Navin Rus dilində, Yeşu Azərbaycan dilində o xalqa üzün tutub demişdi ki, mən və mənim ailəm Tanrının hizmətində duracaq. Sizi bilmirəm. Gəlirsiniz, gəlin. Və gələnlər gəldi. Şükür Rəbbimizə bugünkü gündə bizlər də varıq onların vasitəsilə. İsa Məsihin adı ilə gəlin bir dənə də gözəl bir ilahini bir yerdə oxuyaq.